hardasa 25 gündür ki qurban olun millətimə videosu atmıram və yorumlarda heç kəs demir ki, qurban olun millətimə videosu at. Mən də atmıram, bağlayıram video. Nəysə, bu gün yenə uzun bir aradan sonra Azərbaycan TikTokunda nələr baş verib, onlara baxacağıq. Görələ bu səfər həqiqətən xoşunuza gələcəkmi? Qurban olun millətimə videolarının tez-tez gəlməsini istəyirsinizsə, əgər bu videoya bir like atmağı unutmayın. Əgər 2000 like atsanız, yenə hər həftə gəlməyə davam edəcək. Əgər atmasanız, yenə uzun bir ara verəcəm qurban olun millətimə. Bunu da deyirəm və videoya keçirəm. Görələ bu səfər qamamıza nə tipli şeylər çıxacaq. Getdik. Oruç tutursunuz? Yox. Orucluqla bağlı sual vermək istəyirəm. Ramazan ayı insanlara nə öyrədir? İnsan niyə oruç tutur? Başqa Ramazan görə oruç tutur. Dayı ateist çıxdı deyəsən. Bayla, dayı deyir ki, oruç tutmur və onunla belə sual ünvanlayır onu. Qardaşım, tutmur da orucu. Niyə verirsən bu sualını? Hardan bilsin? Hə, salam de. Kimə istəyirsə salam deyin. Yalan deyirsən. Vallahi deyir, salam deyin. Şakir Murya. Bənə? Buyur. Hə. Oğluma, qızıma, özgə kimə salam deyim ki? Hə. Hə, elə olacaq. Laf yaxşı oldu. Salamınız şaxdı. Ay çeri. Dayı nətən sevinir, sən öldürəndə. Yəni bir ki, modern dünyaya elə bir ki 1900-cü illərdən, 2000-ci illərə direkt olaraq ışınlayıblar. Dayının elə bir şey içindən xəbəri yoxdur yəni. Həyatda ən nifrət elədiyim şey puldur. Pulu sevən insanda görməyə gözüm yoxdur. Çünki qarşımda görürəm mən insanları. Nifrət edirəm onlara. Onsuz da pulu sevmirəm, pulda gözüm yoxdur deyənlərdən qorxmalısan, başa düşürsən. Bu sözü əgər dilinə gətirən varsa, həqiqətən də onlardan uzaq durmaq lazımdır. Təbrik etməyə məcbursan, çünki təsadüfən storiesine baxdın. Ay zibil. Sən bir də söz deyim bu arada, mən heç belə triplərə girmirəm, bilirsiniz niyə? Çünki birinin sevmədiyim birinin acını olduğunu belə görsəm, storiesine baxıb keçirəm də, yəni niyə təbrik etmək məcburiyyətindəyəm mən başım. Yüncürvarı qəmli mahnı eşidən kimi ətrafa verdiyim narahatçılıq. Bu həyatı bu dayı yaşır, sən öl deyirəm də yəni. Topalığı məhsullarla mağaz açmaq olar. Nə fəvahatdan gəldi, hə? Oğlum. Oha da, 20 dənə ev gəzib, bu nədir? Hələ o birinə bax. Oha! Rahat bir 20-30 mat şokolad var da, buna bax bir dənə. Özü nətər olubsa deyəsən, hamısı şokolad qoyublar. Kaş mən də pamuk atardım ya. Pamuk atma video seçmək istədim, prosta təşkilində seçə bilmədim də. Heç kəs gəlmədi mənə video çəkməyə. Çəndilindir. Əşrafda öldü. Neçə sata bilərsən? Nə? Bunu mən satmaq fikrində deyiləm. Bundan mən yaşayıram. Daydakı maşın seyircisinə bax bir dənə. Təcəlliyə götürmüşəm. Axıracan yaşamaq istəyirəm bunlar. Halaldır. Bəs birdən sizə desələr ki, bax bu köhnə avtomobildir də, gəlin bunu, məsələn, bunun dəyəri 2000-dirsə, sizə 5000 manat verirəm, gedin yeni avtomobil alın. Necə qarşılayaq? Əla. Əla. Öpürəm. Dayı heç tərəddüd eləmədi. Bu arada həyatda ayağınıza gələn şansları bu dayı kimi qəbul etmək lazımdır. Sabah xeyir, qamışları zadı satdım dostlar. Yolum Bakıyadır. 5000 puldan çıxıram Bakıya. Qəşə. 5000 puldan çıxıram bir günləri Bakıya. 5000 pulum olsaydı nədər? 28 günü dostlar. Gedirəm diskoteki. Yaxşı, bəs bu məlumatı biz neyini? Haliyanda nə tə halirsən? Hök. Qoyma, et, nə bilim, manqırı, bəri, haliyirəm, bildirəm, çıxıb qoyum. Hələ bir dənə belə həyəcanla bir hayla görüm hələ. Heç qoyma! Heç tey! Heç qoyma! İt pusası işlərindən sonra bıraxacaq deyəcək ki, mən baxmıram bu qoyunlara, geçsin camış yer eləsin. Camış yer özdə, taqqal da yox. Yox, birinci ağsaqqalın ağzına ver. Məncə verməsəz daha yaxşı. Bu nədən ha? 50 sonra səndən belə möhkəm olaraq inşallah qardaşım. Onsuz da çox azdır yaxşı dost yoldaş. Utanmasalar bir-birinin qucaqlarında oturardılar. Bu nədir la? Abraya qalmayıb bu cavan qocalarda. Dimidrol qoxulu tüp batısı sözləri. Aha, çoxdan da eşitmirdim. Aha. Ata. Qəlbim qırıq. Qəlbi qırıq. Kiminə inəsin vurum? Sən inan vurulmağı çatıb ha. Bu nədir la? Günəmə şükür, əl paşa boynunu pükür. Səni görməyəndə hanım olur yaman. Bu videonun yorumu sizə buraxaram yorumlarda, yazın. Qızlarla 5 aydır planladığımız o ayətestik deyil. Bu necə oxunur bilmirəm. Böyük bacım bizi öyünə çağırdı. Sağ olsun, süfrəsinə bərəkət. Allah bol eləsin. Kameraya elə baxırlar ki, elə bil ki, silah tutayıblar da başlarına səni. Allaha and olsun, qaçmaq istəyir. Evimi alan yoxdur. Alan olsa qov qaçacam. Evə gəlirsən, fikir, çox yorğun bir gündən evə gəlirsən, hə? Sonra qapının ağzında belə bir mənzərə görürsən. Risk dala qayıtmaz. Yəni xalanın gitara çalmağından mı şaşırım, yoxsa dayının əlində ətkisən tutmasından mı şaşırım, nə danışım bilmirəm, sən danışa da bilmirəm, yoxsa Xalil dayı deyirəm, bayaqdan başını çəkib bırax. Xoşbəxtlik,
Sen niyə köyrəlisən, niyə ağlayırsan? Atan ağladı ona görə. Kişiyə kövrəlmək olmaz ki, başımdan yəni. Qınayırsınız kişilər kövrəldiyinə görə, ağladığına görə. Bəs siz də Allah cinsiyyətçilik eləməyin, də biz də ağlaya bilərik. Novruz gələ bilməli, saz gələ bilməli, az robot gəldi. Allah bilədir belə. Biri yazıb ki, robotun dəmir əksikliyi var. Yaxşı zarafat idi, xoşuma gəldi. Lim mənim mamam hamamdadır, atam çimizdirir. İndi çıxsın soruşaq. Yox, vermərəm müəllim. Kimsəyə su qabını vermərəm. Nə deyir Allah? İnşallah niyə gülürsünüz? Bəlkə atası iflizdir, anası onu çimizdirir. Yəni pis şeylər niyə başa düşürsünüz 2 dəqiqə başımdan? Sadə qadın olmaq budur da başa sən. Yoxsa ehtiyac nə var? Durdu şəkil çəkdirdi, fisə getdi 2 dənə də stat su qoyacaq, bir də profilə qoyacaq, fisə getdi. 2016-2026. Hər şey deməyə çalışır, içindən nə çıxacağı bəlli deyil, sürprizdir mənasında mı? Yandıranları sevirəm. Yandırmağı da sevirəm, amma çəkmirəm. Qadın dediyin tütünü seçməz, azını seçər. Kişi dediyin də qoymaz qadınası seçməz, nazını seçər. Axırdaşı itə qoyduğum hörmətə görə işlə demirəm, Allah. Min dəfə demişəm ki, pərdəni bağlı saxlayın, evin içi göstərir çöldən. Ən maraqlı yerində bağladılar. Sən paritelədin də çıxqa deyirsən o eşitdi. Mən yavar tutalım, mən məkan tutalım ki. Gülçin baxırdığı heyf bağladılar. Kimin dənə lazımdır? Bizim evin içi. Siz oturub məsələn, oturub kimsə evin içinə belə diqqətlə baxırsınız ki, maraqla baxırsınız ki, gör məndə nə baş verirdi, nə olur orada. Onlar da eləmir yəqin ki. Amma eləyən vardır. Əminəm, rəş kimi sapıqlar. Nədə? Bir təyyarə niyə bu rəng olsun? Uçan xiyar olsun. Yaxşı idi vardı. Vurekin UX təyyarəsidir. Vurekin UX təyyarəsidir. Bəzi məqamlarda yoldaşını düzün deməz. Həyatım, başım nasıl keçdi? İnanırsan, əllər və sağlıq keçdi. Bəs evlənməmişdən qabaq başın ağrında kim masaj edirdi? Evlənməmişdən qabaq başım ağrımırdı ki. Əslində başqa cür cavab versəydi, yəni nəticə eyni olacaqdı. Mənim qızımdır, gözəlim, göyçəyim. Bu da 215, 55, 16, 4 dənə təzə təkərə dəyişirəm. Erkəklər nə istər? Oğlan uşağı nədir? Qız uşağı ən yaxşısı uşaqlar. Bunu yorumlar qismində tartışın. Çox da baxmaq istəmirəm, yoxsa aşıq olacağam. Gedib Instagram'dan soruşacağam qızdan. Bu nədir Allah? Biraz yaşlaşandan sonra mən də başım qaçıb belə olacam deyim, qorxuram da həqiqətən səni öldürərəm. Biraz ki, qozalanda kamerasız telefon işləyəcəm. Məncə qozalanda ümumiyyətlə bizim əlimizdən telefonları alın, lazım deyil həqiqətən. Bu nədir Allah? Dünyada insanların bir-birini tapması və bir-birini tamamlaması həqiqətən yaxşı bir şeydir. Amma o qızın özünü tamamlayan biri tapması üçün 2 metr yarım birini tapmalıydı. Gül başına Fuad mənim kimi qızı itirdin. Mənim kimi qızı itirdin, yoxsa mənim kimi oğlanı itirdin? Anlıq Fuad, yes, inşallah. Gecə 2 saat yuxu ilə anamın enerjisi, günorta 3-də oynam mən. Niyaməddin Musayev dolların üstü şəkli vurulandan sonra həqiqətən dəyişdi. Çöldə bir balaca yarpaq tərəflənən kimi azarışır. Qulaq asır. Bir damcı yağış düşdü. Bağlayın ışıqları. Məsələn bu şəhərdə falan olmur ha bu arada. Ya rayonda da olur. Rayona 3 gün getdim, 3 gün işıqsız qaldım. Ki Xətai rayonundakı 48 nömrəli məktəbin şagirdləri sinifin ortasında elektrik plitəsi qoşaraq pomidor yumurta bişirdilər. Zordur da, uşaqlar aşbazlığı öyrən. Nə istəyirsiniz? Mən başım çıxıb həqiqətən. Sən gedəndən incimisən deyən məndən eybi yox. Bilmədiyimiz ki, gəl çosa kisəli video istəyəcək, hə? Yəni bunu əvvəlcədən görsəydim zaten qəbul eləməzdim. Fəxrettin Babayevin dərsidir, bizə deyir ki, çıxın gedin evə. Mənim işim var. 5-ci saatdır, heç kim yoxdur. Uşaqları buraxdı, biz də indi gedirik. Sağ ol bu məlumata görə gələcəyin işverəni. Bizim vaxtımızda uşaqlar evə getməkdən sonra özünü öldürdü, sevinirdi, hə? Bunları evə getməyə buraxıb, hə? İşverən üçün bir video çəkib oturub bunu ora bura. Öyrətən bölgəndə var ha. Sən bu ölkədən çıx xahiş edirəm. Fatimə niyə? Fatimə özündə bilsən ki, evdəkilərə görə səni atıram. Evdəkilərə görə evdəkiləri atmışdım sənə görə. Evdəkilərə görə evdəkiləri atıbsan sənə görə. Nə danışır? Ərgənlik həqiqətən çox bir şeydir. İnşallah ərgənlikdə normal və sağ-salamat çıxarsınız belə şeylərə məruz qalmadan. Bilirəm ki, Fatimənin anası namaz üstündə olur. Bu nədir Allah? Dayı sən dalın ya yaşda. Rembo bu videonu görəndən sonra adını dəyişməyə gedəcək ki, sən öldürəm. Bir yazı ki, məşğulluqdan verilmiş Rembo. Məşq vaxtı sazdan mesaj gəldi.
ATM maraqlı fikirmiş ha həqiqətən. Bu xoşuma gəldi bax bu video. Elə bil məşğulluqdan veriblər. İsterdim ki səpim üstə döyməni. Ha bir vaxtı, uşaq vaxtı məndə sən məni qoymağa çalışırdı. Məndə də beləncini alınırdı. Prosta nətər bunu belə çox belə çıxan fason düzəldilər, mən başım. İndi şu uşaqları öpməyə qoymurlar. Bizi rayona gedəndə az qala udurur. Allah saklasın. Bu yüzü bu. Elə bütün xəstəliklər o bizim belə nasoslayan xalalardan gəldi, inarsan. Özünü nasoslatmır uşaq. Mənim uşaq vaxtı var, heç xoşum gəlmirdi öpülməkdən falan, heç qoymurdum da. Yəni indi olsa indi də qoymaram. Salam. Sənin adın nədir? Robotun reaksiya verməsi 5 gün çəkdi. Necəsən? Merhaba, siz necəsiniz? Cavab verdi, cavab verdi. Dünyanı işğal edəcək deyilən robotlar. Biri yazır ki, səs çıxartacaq. Gəlimizin adı nədir? Canım. Gəlin adı. Günel. Bir insan öz həyat yoldaşının adını necə unuda bilər? Adam öz adını unudar, ancaq həyat yoldaşının adını unutmaz. Uşaqlıq dərsində qabaq sıralar mühazirəyə qulaq asarsa, arxa sıralar rahatlıq. Bayram süfrəsidir. Əvvəllər bizdə də məşhəddə beləncə şənlik, tərizi şeyləri keçirirdilər. Hərədən bir modelli qəpik yığırdılar. Ondan sonra belə şeylər alıb tökürdülər masaya falan. Rasim, dırnaq ustam bugün dırnağımı uf elədi. Mən ondan dalaşdım. Nigar, səninlə ciddi danışmaq istəyirəm. Xahiş edirəm, diqqətlə mənə qulaq as. Aha, yaxşı. Səni həqiqətən çox Rasim. İnşallah bu arada Rasimin videolarına baxmışam. Burada linkdən baxa bilərsiniz o videoya. 70-80 bin izləmişəm. Yox, 80 bin izləmişdim. Səhv eləmişdim. Ancaq bayramdan bayrama yığışır dünya. Azərbaycanla təzə utalanlar. Azərbaycandan yığışma bəhanə axtarırlar, sən öyle deyirəm. Bu yanımda avtomatik düşənə anar olur. böyüyü gedir, kiçiyi gəlir, ərini doydur, uşağını doydur, ərini mən doğmuşam elə bil. Allaha and olsun, daş doğaydı. Bax bu qapıdan girən yerdə mənim anam ağlayaydı, anam. Soxdular məni bu xarabaxanaya. İşi qutarmır, bilmirəm, loteriya. Prosta bilmirəm niyə default olaraqdan bu özəllik yüklənir, hə? Amma hamısında var. Mən bir dənə olmayan adam görməmişəm də, yəni sən öyle deyirəm. Nəticədə bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox qurban olun millətimə gəlməsi istəyəcək bu videoya bir dənə like atmağı unutmayın deyirəm və bu videomu burada sonlandırıram. Keçən videoda görüşmək üzere. Sağ olun.